Salam, hər birinizi salamlayıram. Bugünkü mövzumuz olacaq Türk dövlətləri və Türk dövlət qurumları. Bu mövzu bizim üçün çox önəmlidir. Niyə? Çünki qəbul tipli sualları heç olmasa bir dənə də olsa bu suallardan mövzuya salacaqlar. Bu səbəbdən də özünüz üçün qeydlər götürə bilərsiniz. Vacib olan detalları isə ekranda qeyd edəcəm. Türk dövlətlərinin ümumi xüsusiyyətləri nə olacaq? Bunların yayılma arealı, əsasən Mərkəzi Asiya, Avropanın, Şərqi Avropa qismən və daha çox isə Mərkəzi Asiya ərazilərində yayılmışdır. Dil baxımından Altay dil ailəsinə mənsubdular. Sonra deməli din baxımından əksəriyyəti İslamdır, amma hamısı yox. Onları da qeydlər göstərəcəm. Deməli Altay dil ailəsidir. Əksəriyyəti İslam dilinə mənsubdur. Bir də ki, yayılma arealı Mərkəzi Asiya regionudur. Deyirik ki, sayısına görə ən böyük olan Qazaxıstan qeyd etmişəm bura. Sonra 2-ci Türkiyə, 3 Türkmənistan, 4 Özbəkistan, 5 Q'nın altında Qırğızistan, 6 isə Azərbaycan olacaq. Sayısına görə ən böyükdən başlayaq. Deməli, ən böyük olacaq Qazaxıstan. Qazaxıstanın paytaxtı Nur Sultan, əvvəl bunun paytaxtı olmuş Almata, regional siyasət keçirmiş ölkədir. Yəni, paytaxtı dəyişən ölkə, regional siyasət keçirmiş ölkə desə Qazaxıstan. Qazaxıstanın bir hissəsi Avropadadır. Baxın, bu hissəsi Avropaya düşür, çox hissəsi isə Asiyaya düşür. Deyəcəm, 2 qitədə yerləşən Türk dövləti hansıdır? Olacaq Qazaxıstan. Qazaxıstanın şimal hissəsi məlum məsələdir, soyuqdur. Cənub hissəsi isə nisbətən istidir, iqlim qurşağı baxımından onları da qeydlərini göstərəcəm. Deməli, şimalda taxıl vacib olan detalları verirəm sizə. Məsələn, şimal hissəsində taxıl əkiləcək, cənubda isə pambıq. Yaxşı, pambıq. Məlum məsələ, cənub isə isti olduğu üçün pambıq üçün əlverişlidir. Qazaxıstan Xəzərə çıxışı var. Xəzərə çıxışı olduğu üçün neftlə zəngindir. Neftin işarələrini, şərt işarəsini verəcəm. Nefti var. Neftin çıxdığı yerləri Manqıştau, bir də Manqışlaq da deyirlər, Manqıştau körfəzdə deyirlər, bir də Tengiz. Bu hissədə yaxşı sərhəddə olduğu ölkələrə baxsaq, Rusiyadır, Çindir, Qırğızıstandır, Özbəkistan, Türkmənistana xüsusi olaraq diqqət edin. Deməli, Qazaxıstan Özbəkistanla sərhəddə olan gölümüzün adı olacaq Aral gölü. Aral gölünün səviyyəsi artır, azalır. Bunun da səbəbi bura tökülən Sırdərya çayı burada yerləşəcək. Sırdərya başlayır Tian-Şan dağlarından. Hündürlüyü 7000-dən artıq olduğu üçün Sırdərya buzla qidalanır. Yayda bol sulu olur. Yayda bol sulu olan dövrdə bundan suvarmada istifadə edəcəklər. Bu səbəbdən gəlib Arala çata bilmir. Sonra digər Sırdərya çayının üstündə su elektrik stansiyası var. Çardərə. Bunu yuxarıda qeyd edeyim sizin üçün. Deməli, Çardərə su elektrik stansiyası. Çardərə olacaq, deməli, Sırdəryanın üstündə. Burada Balxaş gölü var. Bunu da deyim ki, Aral dənizi qalıq mənşəli göldür, şor sulu olacaq. Səviyyəsi getdikcə azalır. Balxaş gölü tektonik qrabində yerləşən göldür. Bu səbəbdən dərindir, uzundur. Bura tökülən İli çayı var. Deməli, İli çayı bu ümumiyyətlə şor mənşəlidir. Bir tərəfi bəzi testlərdə şirin, bəzən ümumiyyətlə testlərdə bunu şor götürürlər. Bir tərəfi şirin, bir tərəfi şor kimi də qeyd edirlər. Bunun da üstündə İlin çayının üstündə Kapçakay su anbarı var. Su anbarının digərdə baxın, Kapçakay su anbarı var. Bura tökülür, buradan axan çaylar Sırdərya dedik, İlini dedik. Sonra İşimdir, İrtışlı, Toboldur. Bura Obun qollardır. İrtışın üstündə Buxtarma su anbarı var. Onu da qeyd edəcəm. Buxtarma. Deməli, 4 dənə su anbarı Çardərə, Kapçakay, Buxtarma su anbarları Qazaxıstanın ərazisində yerləşdi. Kənd təsərrüfatı maşın qayırmasına görə öndədir. Yazıram bura. Kənd təsərrüfatı maşın qayırmasına görə. Sonra burada neftin çıxdığı yer dedik. Bir də platolar da yerləşir. Platolar üstü hamar yaylalardır. Deməli, yaylalarda nə olacaq? Filiz faydalı qazınlarla zəngindir. Dəmirin işarəsini verim sizə. Baxın, bu daha enli, içi rəngli. Dəmir olacaq Kustanaydan çıxıb. Kustanay. Sonra mis hardan çıxacaq? Balxaş gölü ətrafından misin də şərt işarəsini verirəm. Filizlərdən qeyri-filizdən bir dənə qaldı daş kömür. Daş kömür demək olar ki, bunların içərisində ən çox
ən çox, yəni daş kömürünə görə fərqlənən türk dövlətlərindən biri sayılacaq. Qaraqanda, Ekibastus. Yaxşımı? Deməli, Qaraqanda, bir də Ekibastus yataqların adı olacaq. Boksiti də var, o qədər deyil. Vacib olan detallarımız bunlardır. İstəsəz qeyd kimi götürə bilərsiniz. Deməli, filizlərdən verdim dəmir, mis, qeyri-filizlərdən neft, bir də daş kömür. Qazaxıstan haqqında bu qədər. Keçdi ikinci, sayısına görə ikinci olan türk dövlətlərinə, daha doğrusu ikinci olan Türkiyəyə. Türkiyə əlverişli coğrafi mövqedə yerləşir. Türkiyə subtropik iqlim qurşağında yerləşir. Böyük kapataj, dəniz limanında böyük kapataj rolunu oynayır, digərləri isə bunu bacarmır. Böyük kapataj nədir? Yəni bir ölkə öz limanları arasında, misal üçün buradan bu limanla öz limanları arasında dəniz nəqliyyatı həyata keçirmək üçün bir neçə su hövzəsindən istifadə edəcək. Buna deyirlər böyük kapataj. Məsələn, Qara dənizdir, Marmaradır, Eceydir, Aralıq dənizi, bunları götürə bilərik. Ümumiyyətlə, böyük kapataj deyəndə çalışın sahəsi böyük olan ölkələr əsasən və bir neçə tərəfə, bir neçə okeana çıxışı olan ölkələr götürmək daha uyğun olar. Məsələn, Qazaxıstandır, sonra Türkmenistandır, Azərbaycandır. Bax, bu üç dənə dövlət kiçik kapataj. Çünki yalnız və yalnız Xəzər dənizi öz sahilləri arasında deməli, ancaq Xəzər dənizindən istifadə edəcək. Bu səbəbdən biz bunu götürəcəyik. Türkiyə haqqında məlumatlara gedək. Paytaxtı olacaq Ankara. Türkiyədə Qazaxıstan kimi iki qitədə yerləşir. İstanbulu yerləşəcək Avropada. Boğaz vasitəsilə keçid əldə edə bilir. Çayları üç okean hövzəsinə aiddir. Yəni bu nə deməkdir? Bir hövzə, bilirik ki, Kür-Araz çayları Türkiyədən başlayır, tökülür Xəzərə, qapalı hövzə, bu bir. Qızılırmaq, Yaşılırmaq tökülür Qara dənizə, bu da aid Atlantik okeanı olduğu üçün. Bir də Dəclə-Fərat çayları yenə Türkiyədən başlayır, tökülür İran körfəzinə, İran körfəzi də aiddir Hind okeanına. Desək, bəs Qazaxıstanın çayları hansı ölkələrə mənsubdur? Onda deyirik ki, Şimal Buzlu okeanı. Niyə? İşi Mərtuştobolun qolları buradan keçir, bir də daxili hövzəyə mənsubdur. Türkiyə deyəcəm yeni sənaye ölkəsi. ÜDM-sinə görə öndədir. Sonra təbii artıma görə digərlərlə müqayisə edin. Təbii artıma görə öndədir, birinci yerdədir. Sonra deməli əhalisinə görə yenə əhalisinin sayına görə birinci yerdədir. Türkiyədə verirəm təyyarə istehsalı, qeydlər götürə bilərsiniz. Türkiyə üçün bunlar. Təyyarə istehsalı. Yenə taxıl, baxın, taxılı Qazaxıstanda da verirəm, Türkiyədə də verirəm. Sonra filiz faydalı qazıntılardan xromitin işarəsini verəcəm sizə. Xromit, qum saatına oxşu içi rəngli. Biraz ola bilsin, səliqəsiz alınsın. Xromit, sonra daş kömür, Zonguldak rəngli, adına baxan kimi bilinir, Türkiyədə yerləşir. Qaraqanda, Ekibastus isə Qazaxıstanda, burada da daş kömür var idi. Hər ikisini birləşir. Məsələn, burada daş kömür burada da var idi, Qazaxıstanda da var idi. Buranın ən hündür dağını verəcəm, Ağrı dağdır. Ağrı dağ. Türkiyə geosinklonda yerləşir. Sonra dedik, bütünlüklə subtropikdə yerləşir. Gölləri də şol mənşəlidir. Vandır, Tuz gölləri, bunları verə bilərik. Bir su anbarı var burada, Fərat çayının üstündə. Keban, Atatürk. Bunu da qeyd edeyim. Keban, bir də Atatürk su anbarları var. Vacib olan detallar bunlar idi. Bir də onu da qeyd edeyim. Angor keçisi. Angor keçisi. Desə hardadır? Türkiyədə. Fındığına görə məşhurdur fındıq. Bir də Aralıq dəniz iqlim tipində yerləşir. Aralıq. Yaxşı, Aralıq dəniz iqlim tipində yerləşir, subtropik meyvəçilik üstündür. Türkiyə haqqında vacib olan detallar bunlar oldu. İndi keçirik sayısına görə 3-cü yerdə dayanan ölkəyə. 3-cü yerdə olan ölkə deyirik bu Türkmenistandır. Türkmenistan sərhəddə olduğu dövlətlər Qazaxıstandır, Özbəkistandır, İrandır, bir də Əfqanistandır. Türkmenistan Xəzər sahili mövqeyi var. Xəzər sahili mövqeyi varsa, deməli, bunun nefti, qazı var. Əvvəlcə Türkmenistanın paytaxtına baxaq, Aşqabaddır, paytaxtı. Bunlar da qeydlərini qoyuyoruz. Amma Aşqabadı veriblər burada. Burada Kopet dağı var. Kopet dağ. Testlərlə tez-tez verilən sualları qeyd edirəm. Kopet dağ desə hardadır? Deyirəm, İranla Türkmenistan sərhədində yerləşəcək. Sonra nefti var, qazı var. Bir də kalyum duzu var. Nefti, qazdır, işarələr ehtiyac yoxdur mənə eləcə. Nefti, qazı, kalyum duzu, Glauber duzu, bunu da qeyd edəcəm. Glauber
duzu. Niyə Qlabir duzu? Çünki bu Xəzərin Qarabağ-Azqol körfəzi var. Bu hissədə Qlabir duzu çıxacaq. Qaz yataqları dedik. Qaz yatağı Xivə, Mari, Açaq. Xivə, Mari, Açaq. Qaracül qoyunçuluğu verəcəm sizə. Qaracül qoyunçuluğu. Qoyunçuluq. Bu nə deməkdir? Qaracül qoyunçuluğu deməli körpə quzu dərisindən hazırlanmış xüsusi papaqlar. Bunlara deyirlər Qaracül qoyunçuluğu. Bu Əfqanistanda da məşhurdur. Deməli Türkmənistan testli adları burada görsənir. Göllərdən Sarıqamış. Baxın bu hissədə Sarıqamış gölü var. Sarıqamış Özbəkistanla Türkmənistanın arasında yerləşəcək. Sarıqamış gölündən duz çıxacaq. Desə hardan çıxır? Duz çıxır. Bir də Qaraqum səhrası burdadır. Bunu da qeyd edəcəm. Baxın Qaraqum. Biz bilirik ki, Turan ovalığı cavan platformadır. Təxminən bunun yerini bu şəkildə göstərirəm. Turan ovalığı desə hansı ölkələrə düşür? Qazakistan, Özbəkistan, Türkmənistan. Bəs Qaraqum səhrası hardadır? Qaraqum aşağıda olacaq. Qızılqum səhrasında Özbəkistan qeyd ediləni vurğulayacaq. Qızılqum da Özbəkistanda olacaq. Cavan platformada yerləşir. Bu ərazilər Turan ovalında səhralar daha çox olduğu üçün fiziki aşınma daha sürətlə gedir, quraqdır və irriqasiyadan istifadə olunur. İrriqasiya nədir? Süni suvarma. Keçdik Türkiyə haqqında, daha doğrusu Türkmənistan haqqında. Bir də onu qeyd edeyim, əhali baxımından Türkmənistanda əhalisi seyrəkdir. Çünki həm sıxlığı azdır Türkmənistanın, həm sıxlığı azdır, həm də deməli əhalisi seyrəkdir. Qazaxıstanda da sıxlıq azdır, sıxlıq deyir yəni. Çünki sahə böyükdür, sahəyə əhalinin böyüyəndə sıxlıq az düşəcək. Amma Türkiyədə sıxlığı çox veririk, əhalinin üstün veririk, urbanizasiya səviyyəsi çox olacaq. Gəldik Özbəkistan dövlətinə. Özbəkistan dövlətində bunun paytaxtına birinci nəzər yetirək. Paytaxtını verir Daşkənd. Çox güman burada qeyd olunur. Paytaxtı Daşkənddir. Şəhərlərdən desə Səmərqənd verin, Fərqanə, Buxara. Fərqanə xüsusi olaraq bax qeyd edirəm. Bax bu hissədə Qırğızıstanla sərhəddə yerləşir. Bir tərəfi Özbəkistandır, bir tərəfi isə Qırğızıstandan. Olduğu Fərqanə şəhəri. Bir də Özbəkistanın içində Muxtar Respublika var. Necə ki Azərbaycanda biz deyirik Naxçıvan Muxtar Respublikası, yəni müstəqillik verilməyib buna. Bunun da tərkibində Muxtar Respublikasının adı Qaraqalpak. Paytaxtı da Nukus. Qeyd ediblər bunu. Paytaxtı Nukus şəhəridir. Dediyim kimi, Qaraqum aşağıda buna verirəm Qızılqum səhrası. Desə hardadır? Buradadır. Uşaqlar, Qızılqum səhrasından yadınızda saxlayaq. Qızılqum səhrası buradasa deməli qızılına görə qızıl, buradan qızıl çıxacaq. Şərti işarəsində verirəm. Qızılqum səhrası hardadırsa, deməli qızıl da həmin ərazidən çıxır. Yadda qalsın deyəndən vurğulayıram bunu. Sonra bunun açar sözlərindən biri Uyğur dil qrupuna aiddir. Uyğur dil qrupuna. Bu da test düşən suallardır. Bunun qazı var. Xəzər sahili mövqeyi yoxdur. Ona diqqətli olun. Qazı olacaq Qazlı, Mübarək, Şırtan, Urtabulaq. Bir də qeyd edirəm Qazlı, Mübarək, Şırtan, Urtabulaq yatağın adlarıdır. Bir də Fərqanə vadisini, burada yazacağım adını, Fərqanə vadisinə neft çıxardacaqlar. Bu da neftin işarəsidir. Yaxşı, neft, bir də Buxaradan da çıxır, neft Fərqanədən də çıxır. Desək çayları hansılardır? Çayları da veririk Amudərya, Sırdərya da buradan keçir. Baxın, Sırdərya, Amudərya. Amudərya həm də Türkmənistanla Özbəkistanın sərhədidir. Amudərya yenə Pamir dağından, yəni hündür ərazilərdən başlayır. Sırdərya Tiyanşandan hündür yerdən başlayır. Ona görə buzla qidalanır. Buzla qidallanan çaylar yayda buzlu olacaq. Bunlar da Amudərya, axı bilirik bura quraq ərazilərdir. Əkinlərini suvaracaq Amudəryanın, Sırdəryanın çaylarından istifadə edəcəklər. Amudəryadan bir dənə kanal atıblar. Qaraqum kanalıdır. Qaraqum həm də Türkmənistanın ərazisindən keçir. Qaraqum kanalıdır. Bu səbəbdən Sırdərya çayı da, Amudərya çayı da gəlib arala tökülə bilmir. Səbəb suvarmada istifadə olunacaq. Sonra pambığına görə, onu da qeyd edirəm sizə, pambıq. Bizə desə pambıq. Birinci yer hansıdır? Deyir Özbəkistan dövləti. Amma son zamanlar pambıq əkinləri azalır. Taxıl əkinləri artır. Desə, hansı ölkə? Deyirəm, yeni Özbəkistan. Digər mənim açar sözüm olacaq 5də 4-ü düzən. Testləri işləyəndə görəcəksiniz. Düzən ərazilər o dəqiqə götürülür Özbəkistanın ərazisi. Buranın misi də var. Mis çıxacaq Almalıqdan. Misin işarəsini bilirsiniz. Bir də qeyd edirəm. Çıxacaq Almalıq.
Sonra daş kömürü, yenə bunun daş kömürü. Görün nə verdim, baxın. Qazaxstana verdim daş kömürü. Türkiyəyə verdim daş kömürü. Özbəkistana da verdim daş kömürü. Angren sarqum. Yaxşı, daş kömürü işarəsini burada verin. Angren sarqum. Özbəkistan haqqında da bu qədər. Ümid edirəm faydalı olacaq. Davam eləyək. Qaldı Qırğızistan. Qırğızistan yerini Qazaxıstan, Q'nın altında Q. Qazaxıstan. Bunun açar sözü paytaxtı Bişkekdir. Məlum məsələ. Açar sözüm nə olacaq bunun? 5də 4 dağlıqdır. Yaxşı. Dağ olduğu üçün burada əkinçilik yox, heyvandarlıq üstündür. Heyvandar. Amma digərlərində isə biz əkinçiliyi verdik. Bildik, inkişaf etməkdə olan ölkələrdə əkinçilik üstündür. Amma inkişaf eləmişlərdə heyvandarlıq. İstisnalarımız var. Dağlıq olan ölkələr var ki, və yaxud da səhralıq olan ölkələr var ki, onlar kasıb ölkə olsa belə əkinçilik üçün yararsızdır. Ona görə heyvandarlıqla məşğul olurlar. Cəlilabad şəhəri desə hansına aiddir? Cəlilabad. Deyirik ki, Azərbaycanda da var. Bilirsiniz, Qırğızstana aiddir. Sonra Narın çayı buradan keçəcək. Narın çayı buradan keçəcək. Narın çayı Toqdadul su anbarı var. Toqdadul. Mənim qələmimdə biraz narahatçılıq var. Bu şəkildən səliqəsiz düşür. Sonra Çu vadisi desə hardadır? Bu da olacaq Qırğızistanda. Burada İstikul gölü var. Baba, bu hissədə İstikul gölü var. İstikul gölü hündürdə yerləşir. Kurort turizm əhəmiyyəti var. Burada Sarıqamış idi, duz çıxırdı. Yaxşı. Burada isə İstikul gölü Qırğızistanda olacaq. Kurort turizm əhəmiyyətinə malik olan göl. İndi baxırıq biz türk dövlət qurumlarına. Müstəqil türk dövlətləri özləri müstəqil idarə etmə forması var idi. Müstəqil sərhədləri, paytaxtı var idi. Bir də bir şey qeyd edeyim ki, ümumiyyətlə türk dövlətlərini birləşdirən xüsusiyyətlər, bir də bunu orada qeyd etmişdim, yenə deyirəm. Və bunlar Altay dil ailəsinə mənsubdur. Əksəriyyəti İslamda, amma hamısı yox. Əksəriyyəti İslam dininə mənsubdur. Sonra bunların idarə etmə forması deməli respublika, prezidentli respublikadır. Bir də unitar dövlət. Yəni bizdə federativ türk dövlətləri yox. Hamısı unitardır. Yəni bir mərkəzdən idarə edilir. Türk dövlət qurumları əsasən bu qurumlar Rusiya dövlətinin ərazisində olacaq. Mən bunları göstərdikcə deməli işarələrlə verəcəm sizə. Adlarını deməli baxın, bu hissə olacaq Sibir. Bu bir Sibir. Bu hissə olacaq Ural Volqa boyu. Bu hissə Şimali Qafqaz. Baxın, Şimali Qafqaz Azərbaycan. 3 dənə hissə var türk dövlət qurumlarına aid. Başlayaq biz Sibir regionu, Rusiyanın Sibirində olan ən böyüsü olacaq Sakha-Yakutiya. Qısa yazacağım. Sakha-Yakutiya. Sakha-Yakutiya qütbə yaxındır. Əlverişsiz mövqeyə malikdir. Çünki iqlimi sərt ekstremal şəraitlidir. Əhalisi seyrəkdir. Əkinçilik qəti sürətdə burada verə bilmərik. Sakha-Yakutiyada faydalı qazıntılar çoxdur. Sadəcə əlverişsiz iqlim şəraiti buna imkan vermir. Deməli, paytaxtı Sakha-Yakutiyanın paytaxtı olacaq Yakut şəhəri. Daş kömürü olacaq. Daş kömürünün işarəsini verirəm sizə. Daş kömürünə görə zəngirindir. Qızıldır, almazdır. Bunların hamısı burada olacaq. Sonra çaylardan desə hansı çaylar var? Baxın, Lenadır, Yanadır, İndi-Qırqa çayları buradan keçəcək. Sayısına görə birinci yerdədir. Amma sıxlığı isə azdır. Qeyd elədim bunu. Dinlərdə şaman dinidir. Şaman dinidir. Sakha-Yakutiyadan başqa bu aşağıda olanlara baxaq. Məsələn, başlayaq Xakasiyadan. Baxın, bu tək olan, yuxarıda olan bu olacaq Xakasiya. X yazıram bura, yadda qalsın deyə. Xakasiya. Bu olacaq Tıva. Bu isə olacaq Altay. Qornay Altayda deyilər. Qornay Altayda. Deməli, Xakasiyadan başlayaq. Xakasiyanın paytaxtı olacaq Abakan. Qeyd götürə bilərsiniz. Daş kömürü var bunun da. Daş kömür. Sonra məlum məsələ, kəskin kontinental. Bunu qeyd edəcəm, testlərdə çıxacaq qabağımıza. Kəskin kontinentaldır. Biz Sibir üçün də kəskin kontinental veririk. Yəni sərt iqlimi var. Xakasiya da bu şəkildədir. Kəskin kontinentaldır. Taxılçılıq var. Bir də əkinçilik qəti sürətdə verməli. Heyvandarlıq. Baxın, burada da heyvandarlıq veririk. Burada da heyvandarlıq verəcəyik. Xakasiya haqqında vacib olan detallar bunlar idi. Gəldik Qornay Altay və yaxud da Dağlıq Altay. Elə adı üstündə Dağlıq Altaydısa, deməli heyvandarlıq daha üstündür. Paytaxtı Qızıldır. Qızıl.
Altay qızıl. Sonra bu da yenə kəskin kontinental. Baxın yazıram kəskin kontinental. Bizə desə hansılar kəskin kontinental? Demək olar burada olan hamısını kəskin kontinental verir. Yaxşı, Sibirdir, Xakasiyadır, Altaydır, bir də Tıva. Tıva deməli Tıvanı dedim mi mən? Yox, aha. Bir dəqiqə. Uşaqlar, qızıl Tıvanın. Mən burada Altayın elə paytaxtı Altay olacaq. Yaxşı, Altay. Tıvanın paytaxtı olacaq qızıl. Yenə burada daş kömür verəcəm. Daş kömür verəcəm. Yenisey'in qolları buradan keçir. Buna diqqətli olun. Bax yazacağam. Biraz rəqəm dəyişək, bunu daha rahat olsun. Deməli, Yenisey. Yenisey'in qolları desə hardan keçəcək? Tıva, Muxtar Respublikasının ərazisinə. Dağ mədən daha yaxşı inkişaf edir. Ümumiyyətlə, Sibir üçün ortaq xüsusiyyət heyvandarlığı verin. Heyvandarlığı, əkinçiliyi yox. Kəskin kontinentallığı daha çox üstündə. Sibir haqqında bu qədər. Keçək Ural Volqa boyu. Ural Volqa boyu necə yadınıza saxlayır? Bilirsiniz də burada Ural dağları, düzdür? Ural dağı. Volqa çayı da bu ərazidən. Bu ərazidən keçib gəlib Xəzərə tökülə bilir. Ona görə bunun adını qoyulur Ural Volqa boyu. 3 dənə muxtar respublikalar. Başqırtıstan, Tataristan, Çuvaşiya. Deməli, baxın bu balaca olan Çuvaşiyadır. Çuvaşiya. Bu Başqırtistandır. Başqırtistan. Bu da olacaq Tataristan. Tataristan. Yerlərini də bilin. Çünki bu şəkildə də verə bilərlər sizə. Gəlin Başqırtistan açar sözlərinə baxaq. Paytaxtı Ufadır. Ufa. Başqırtistan paytaxtı Ufadır. Nefti var, qazı var. Neft çıxacaq, qaz çıxacaq burada. Tataristanın ən çox testlərinə düşən suallardan biri, baxın, Tataristan bunların içində ən yaxşı üdməsinə malik olan ölkədir. Üdməsi ən yaxşı olan Tataristanın iqtisadi vəziyyəti ən yaxşı olacaq. Düzən relyefdir. Baxın, bu Başqırtistan dağlıq, daha doğrusu Başqırtistan dağlıqdır, amma Tataristanın düzən relyef. Bu bunun açar sözlərdir. Sonra təyyarə istehsalı yenə bura verirəm. Təyyarə. Biz təyyarəni başqa ara vermişdik bura. Türkiyə, bir də Özbəkistan, yaxşı, bir də Tataristan. Testlərdə görəcəksiniz. Tataristan üdməsi ən yaxşı, düzən relyef, bir də təyyarə istehsalına görə fərqlənən ölkədir. Sonra Çuvaşiya. Deməli, Çuvaşiyada yenə düzənli, Başqırtistandan başqa bu ikisi düzən oldu. Bunu da başqa bir rəylə götürək, qarşılıq olmasın. Aha. Deməli, sizə Çuvaşiyadan. Paytaxtı Çebakisaridir. Düzən relyefdir. Düzən. Paytaxtı Çebakisaridir. Vacib olanlar bu qədərdir. Tataristandan qeyd etmədiyim əhalinin sıxlığında qeyd edirəm. Yaxşı, əhalinin. Çünki düzən relyefdir. Əlverişli iqlimi var. Üdməsi də yaxşıdırsa, deməli əhalisi də çoxdur, düzdür? Əhalisi çoxdur, həm də sıxdır. Əhali sıxdır. Bu qədər. Aha. İndi Şimali Qafqazdan danışaq. Şimali Qafqaz Azərbaycan üstündə olacaq. Burada da 2 dənədir. Baxın, aşağıda olan, bir diqqətlə baxaq. Aşağıda olanlar da olacaq. Kabarda-Balkar yazıram. Kabarda-Balkar. Balkar. Yuxarıda olanlar da olacaq. Qaraçay çərkəz. Qaraçay. Harda mürəkkəb ad gördünüz? Bilin, Şimali Qafqaz idi. Çərkəz. Kabarda-Balkar haqqında əsas vacib detalları qeyd edirəm sizə. Bir dənə diqqətli olun. Qeyd kimi özünüz üçün götürə bilərsiniz. Dağlıqdır. Yaxşı, dağlıqdır. Sonra turizm əhəmiyyəti var. Turizm. Testlərdə görəcəksiniz. Turizm əhəmiyyəti üstündür. Paytaxtı Nalçikdir. Nalçik. Bir də nadir metal. Nadir metal. Metal. Bu bunun açar sözlərdir. Qaraçay çərkəz nisbətən yuxarıdadır. Yenə buna da dağlıq. Ümumiyyətlə Qafqaz adı üstünə Şimali Qafqaz deyirsə, hər ikisindən dağlıq verilir. Bunun da açar sözləri budur. Dağlıqdır. Yenə bunun turizm əhəmiyyəti var. Başqa elə bir şey yoxdur. Paytaxtda çərkəz. Qeyd eləmişim, bir də qeyd elədim. Sizə göstərdiyim demək türk dövlətləri həm də türk dövlət qurumlarına aid olan iqlim qurşaqları ən yaxşı bu şəkildən. Baxın, buradan öyrənin. Deməli, nə edirik? Müstəqil türk dövlətlərindən Türkiyə tamamilə subtropikdə yerləşir, özü Araq dəniz iqlim tipinə. Bir də Qazakistan mülayim yerləşir. Vəssalam. Deməli, tək subtropikdə türkdür, tək mülayim də Qazaqstan. Qalan hamısına 2 dənəsini verin. Yəni, həm subtropik, həm mülayim. Yaxşı, hamısına. Subtropik, mülayim, müstəqillərdən söhbət gedir. Bir də, baxın, bu hissədə
Bu Volqa-Ural bayı hamısı mülayimə düşəcək. Sonra burada Sibirin ərazisində Volqa-Ural boyudur. Şimali Qafqazdır. Bir də Sibirdə burada Tıvadır, Xakasiyadır, Altay bunlar mülayimə düşür. Saxa-Yakutiya isə 3 dənə iqlim qurşağına düşəcək. Deməli olacaq mülayim, subarktik, bir də arktik iqlim qurşağı. Yəni ən sərt olan budur. Sonra bu hissəni deməmişəm, buna da baxaq. Deməli Çinin ərazisində də Türk Dövlət Qurumumuz var. Adı Sintezyan Uyğurdur. Qeyd edirəm, baxın. Sintezyan Uyğur. Çinin yerləşəcək qərbində, bilirsiniz bu qərb olan hissədə çoxlu dağlıq ərazilərdir. Dağlıqsa, buraya yazıram dağlıq. Dağlıqsa əhalinin sıxlığı az olacaq, bilirsiniz. Sonra əkinçilik yox, heyvandarlıq üstünə olacaq. Paytaxtı da Urumçidir. Urumçi. Buna diqqətli olun, çünki testlərdə çıxacaq bunlar qabağımıza. Urumçi. Sonra heyvandarlıq verdik, dağlıq dedik, bir də daş kömürünə görə fərqlənir. Yaxşı, vacib olan detallarımız bunlar idi. İqlim qurşaqlarda, bu şəkildə baxsınız, daha rahat öyrənə bilərsiniz. Baxaq landşaftlara. Türk dövlətlərində əsasən landşaft olan səhra, yarım səhra, rəngləri də baxa bilərik. Məsələn, 6 rəqəmi ilə verilib yarım səhra və səhralar. Düzən. Solar belə qeyd elədim. Turan ovalıqlarını, Qazakistan, Özbəkistan, Türkmənistan, səhra, yarım səhradır. Türkiyə ilə xüsusi olaraq Azərbaycan istisnalarımız var. Türkiyə Aralıq dəniz iqlim tipidir. Codyarpaqlı meşə və çolluqlar. Burada daha üstündür. Subtropik meyvəçilik deyəndə bunları götürəcəyik. Sonra bizə desək tayqa meşələri harda olacaq? Məlum məsələdir ki, tayqada qütbə yaxın olan yerlərdə. Hətta tundra, baxın, tundra meşə tundradır, tayqadır. Qismən də arktik səhralar verəcəyik. Sibir regionu ən kontinental yerdir. Bu çəhrayı rəng olanlar da dağlıq relyefinin göstəricisidir. Bunlar isə ən dağlı olan Qazaxıstan, Qırğızistan. Bir də çöllərə diqqət edək. Çöllər bilirik ki, Rusiya bu ərazidə, Asiyada bunlar steplər deyirlər. Step. Qazaxıstan şimal hissəsinə daha çox düşür. Ona görə mövzunu danışan dedim, şimalda daha çox taxılçılıq üstündür, cənubda isə pambıqçılıq daha çox üstündür. Bu şəkildə atlasda olan şəkildir. Siz Türk dövlət qurumlarını oradan da görə bilərsiniz. Baxın, burada da baxa bilərsiniz. Məsələn, Saxa-Yakutiya, burada bu olacaq Sibir. Bunu sırf həmin bu hissəsini çəkib göstərdilər bizə. Bu da Sibirdir bu. Bura Xakasiyadır, Qornoy Altay, yəni dağlıq Altay, bir də Tıva budur. Yerlərini bilin, bax bu şəkildə verə bilərlər sizə. Sonra Ural Volqan boyu bunlardır. Bir də Şimali Qafqazda budur. Bax bu Azərbaycan, burada Azərbaycan var. Azərbaycan üstündə budur. Gəlin baxın. Bu hissədə göstərəcəm. Baxın bu hissədə, bax həmin o hissələri Sibir regionunda, bu hissədə, Qazaxıstan bu hissəsində, Ural Volqa boyu Qazaxıstan üst hissəsindədir. Yerlərinə də diqqət edin. Deməli, Türk dövlət qurumları əsasən Rusiyanın ərazisindədir. Sintezyan Uyğur Çinin ərazisindədir. Bir dənə Şərqi Avropada, deməli, Moldova dövləti, Moldovada olacaq qaqavuzlar. Qaqavuz. Bir də bunların dillərini də deyək, hansı dilə mənsubdur və mövzunu yekunlaşdıraq. Dinlərdən, deməli, xristian dilinə Çuvaşlar, qaqavuzlar, baxın bunu verdim. Bir də, deməli, qaqavuzlar burada dedi Moldovadır, bir də Çuvaşlar. Çuvaş. Bunlar oldu xristian. Sonra Xakasiya, belə baş hərflərini verəcəm sizə. Xakasiya, Xıası. Xakasiya, Altay, bir də Saxa. Bunlar olacaq Şaman dini. Şaman. Tıva ilə Sintezyan Uyğur da verək. Tıva, bir də Sintezyan Uyğur. Sintezyan Uyğur bilirsiniz, Çinin tərkibindədir. Bu da olacaq Buddizm. Önəmli məlumatları qeyd elədim. Ümid edirəm ki, faydalı olacaq sizə. Like edib şərh yazmağı da unutmayın.